Salam aleykum, dəyərli izləyicilər. Dur bu videodan keçmə. Qəlbində tufan yaradacaq, qasırğa yaradacaq zikir deyirəm sizə. İnsanın ən asan edə biləcəyi və ən qüvvətli yardım ala biləcəyi zikirdir. Quran-Kərimin anahtarı, zikirlər sultanı İsmişah. O Allah kəlməsini təkrar edir. O Allah kəlməsini dediyin zaman o anı yaşa. Necə Allah sözünü yazırsan qələmlə. Bismillahirrahmanirrahim. Allah. Necə yazırsan? Düşün ki, sən Allah kəlməsini zikr etdiyin zaman sənin qəlbindən o Allah kəlməsi yüksəlir və gedir Allaha doğru. Allah kəlməsi bəli. Qəlbinlə Allah dedin və bu Allah sözü sənin ürəyindən çıxdı və yüksəldi ərşül aləmə. Allahın huzuruna yüksəldi. Bir Allah dostu deyir ki, bizdən Allaha nə gedir ki, Allahdan da bizə nə gəlsin? Nə baş verəcək sən Allah dediyin zaman? Allah Hədid surası 16-cı ayəyə görə sənin qəlbinə rəhmət nuru göndərəcək. Feyz nuru, rəhmət nuru. O rəhmət nuru sənin qəlbində sənə huşu verəcək, huzur verəcək. Və sən Allaha olan ibadətini, itaətini artırma həyəcanı yaşayacaqsan. Sənin qəlbində sözlərlə izah edə bilməyəcəyin bir şeylər baş verəcək. Allahı hiss eləyəsən qəlbində və qüvvətli şəkildə, sərbəst iradənlə Allahı tələb eləmək eşqi, iştiyaqı yaşamağa başlayasın. Ya Rabbi, sənə təslim olmaq istəyirəm. Qəlbin Allaha təslimət istəyəcək. Önəmli şey olan budur. Allah kəlməsində rəqəm yox. Nə qədər çox deyə bilirsən, bir o qədər faydası var üzərinə. Zaten Allah kəlməsi zikri daimi zikirdir. Və Allah daimi zikri hər bir insan üzərində fərz buyurmuşdur, vacib buyurmuşdur. O zikir ki, sizin namazınızı huşu içində şuurlu qılmağınıza yardım edəcək. Müasir dövrdür, hər şey asandır, asanlaşıbdır. Baxın, o zikir dua etmək üçün siz çarə axtarın, etməmək üçün bəhanə deyil. Allahın sevgisini artıracaq dualar, əməllər işləməyə çalışın. Nə edəcəksiniz? Qulaqçıqlar var. Şunurlu və yaxud da şunursuz, bultuzlar. Taxırsan qulağına. Əgər işlədin, işlə. Şərait uyğundursa, əgər icazə verirlərsə, o Allah kəlməsin, unut getsin o bulutuzu orada. Enerjisi bitəndən bitənə dəyişəcəksən və qulağın Allah kəlməsi işitsin. Və görəcəksən ki, sevmədiyin bir şeylər var idi ki, sənə ağır gəldi nəsə, onların öhdəsindən gələ biləcəyini görəcəksən. Allah Taala sənə enerji verəcək, mənəvi yük götürmə qabiliyyətini artıracaq. Bu zikri gün ərzində artırdığın zaman görəcəksən ki, namazında dəyişikliklər var. Görəcəksən ki, ibadətlərində, itaətində dəyişikliklər var, ruzində dəyişikliklər var, səhhətində dəyişikliklər var, aləmdə dəyişikliklər var. Bunu hamısını Allah Taala sənə göstərəcək və şahidi sən olacaqsan. Bundan güclü, qüvvətli zikir axtarma. Ən asan edə biləcəyin və ən qüvvətli yardım ala biləcəyin zikirləri sultanı Allah, Allah, Allah kəlməsidir. Quran-ı Kərimdə ən çox zikr olunan kəlmədir. Yaradan Allah, öldürən Allah, bəxş edən Allah, lütf edən Allah, rəhmət göndərən Allah. Bəli, yəni bütün hər bir şeyin Allahın əlində olduğunun iddiası var Quran-ı Kərimdə. Allah, Allah, Allah. Ona görə deyirsən Allah de. Bu Allah kəlməsinin siz zikrin təsir altına girdiyiniz zaman necə üst səviyyədə sevdiyinizin fərqinə varacaqsınız. Allah sizə çox böyük ölçüdə sevgi verəcək. Necə o Şeyx Nizami deyir, qəlbini ver Allaha, xoşbəxt olmaq istəsən, sevgi bir sultanlıqdır, elə bil taxt üstəsən. Və bu zikri unutmamaq üçün, mütəmadiyyən xatırlamanız üçün üzərinizdə ən çox gəzdirdiyiniz əşyaya diqqət edin. Telefon mu əlinizdə, qolunuzdakı saat mı, barmağınızdakı üzükmü, qolunuzdakı bilərzikmi? Hər nədirsə, ən çox gün ərzində gözünüzə dəyirsə, onu gördüyünüz zaman başlayın Allah deməyə. Və bu cür maraqlı videolar əldə etmək üçün səhifəyə takib atın. Videonu bəyənib, kommentdə fikrinizi bildirməyi unutmayın. Hər birinizə təşəkkür edirik. Ramazan bayramınız mübarək olsun. Allah bütün sıxıntılarınızı asanlığa çevirsin inşallah.